İmsək, bədənin oruc olmasıdır. Ənil əğziyə, qidalardan, yeməklərdən. Bir iradəti və ixtiyar, öz istəyi ilə, öz ixtiyarı ilə. Xovfən minəl iqab, cəhənnəm əzabından qorxu ilə. Və rəğbətən fis-səvab vəl-əcr. Rəğbəti var, istəyi var ki, o həmin savabı da əldə eləsin, əcri də əldə eləsin. Bu bir oruc. İkinci oruc necədir? Var hamısı bir orucdan hesab olur. Sadəcə deməyim budur ki, orucumuzun keyfiyyətini çoxaldaq. Yəni, bu bizim öz əlimizdədir. İstəsək onu özümüz çoxalda da bilərik, azalda da bilərik. Bir orucun kəmiyyəti budur ki, 30 gün oruc tutacaq, ya 29 olacaq, ya 30 olacaq. İnşallah bu ayın axırında, Ramazan ayının axırında bilinir. Amma keyfiyyəti öz əlimizdədir. Keyfiyyətini istəsək özümüz çoxaldarıq, keyfiyyətini istəsək azaldarıq. Və İmam buyurur ki, somun nəfs, nəfsin orucu. Nəfsin orucu nədir? İmsəkul həvəs, ənsairil məasim, günahlardan nəfsi saxlamaq. Bu nəfsin orucudur. Adam var ki, cismi orucdur. Baxırsan, orucu pozan işlərdən görmür. Amma nəfsi oruc deyil. Nəfsi oruc deyil. Nəfsən, yəni oruc tutmayıb. Və xuluvul qəlb min imsəkil həvəssil xəms ənsairil məasim. Qəlbi boşaltmaq, qəlbi təmizləmək. Hələ Ramazan ayı fürsətdir. Ne üçün? İnsan öz qəlbini təmizləsin. Bunu eşitmişsiniz, çox yerlərdə danışıblar. Qəlbin təmizliyi şəhətdir. Qəlbin təmizliyi o qədər önəmlidir ki, o kəs ki, Şəms surəsində Allah Taala buyurur ki, Qəd əfləhə mən zəkkaha. Allah Taala buyurur. Deyir, o kəs ki, öz nəfsini təmizlədi, o xoşbəxtdir. O xoşbəxtliyə çatdı.